Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində Kia markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub deyə məlumatda qeyd edilib. Azərbaycan Universitetində döşəmənin çökməsi 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Hadisə ilə bağlı Azərbaycan Universitetindən bildirilib ki, hadisə bugün səhər saatlarında baş verib. Universitetdə 2 mərtəbənin arasında üzərinə çıxmaq olmaz yazısı olan yüngül panel lövhələr var. Birinci kurs tələbəsi həmin konstruksiyanın üzərinə çıxıb. Nəticədə o, -1-ci mərtəbədən -2-ci mərtəbəyə yıxılıb. Universitet tərəfindən tələbəyə ilkin tibbi yardım göstərilib, təcili yardım çağırılıb. Təcili tibbi yardım briqadası tərəfindən tələbəyə yerində ilkin tibbi xidmət göstərilib. Tələbə xəstəxanaya aparılıb və valideynlərinə məlumat verilib. Universitetdən həmçinin bildirilib ki, tələbə müayinə olunub, vəziyyəti yaxşıdır və evə buraxılıb.